Azərbaycanın tək olan 63-ü ilə tanış olun. Beş biturbo 600 at gücü. Bu maşın zavoddur, stokdur. Avtomobilin ili 2012-dir və önündə görünürsünüz ki, görünüşü tam fərqlidir. Bu avtomobilin ön hissəsində olan liplər avtomobil sahibinin öz dizaynıdır ki, maşının qarşısını qabağını çox aqressiv eləyib. Burada yəni 15% tündləşmə ilə Mercedes logosu çox gizlicə görsənir. 20'lik disklər və burada podnoşkada xüsusi